Bugün istəyirdim ki, inşallah Kərbəladakı xanımlar barədə danışam. Xüsusilə başda xanım Zeynəb salamullah əleyhə olmaqla Kərbəlanın qəhrəman xanımları ki, bunların tarixini danışmaq istəmirəm. Bunların tarixi mövcuddur, kitablarda da yazılıb, burada eləşənlərin çoxu da eşidib, oxuyub. Xüsusiyyətlərindən, bir neçə xüsusiyyətlərindən danışmaq istəyirəm ki, birincisi nə idi? Səbat, sabit qədəm idilər. İmam Hüseyin əleyhissalamın qafiləsində olan bütün xanımlar imanlarında sabit qədəm idi. Hamısı bilirdi ki, aqibət əsirlikdir. Hələ Mədinədə İmam Hüseyin əleyhissalama deyəndə ki, niyə onda xanımlar da aparırsa? Allah onları əsir görmək istəyir. Allah yolunda bu sınaqla üzləşəcəklər. Hamısı bunu bilirdi. Amma bu ilə yanaşı heç birində tərəddüd olmayıbdı. Heç birində zəiflik olmayıbdı, süslük olmayıbdı. Hamısı sabit qədəm olublar. İkinci xüsusiyyət budur ki, öz vəzifələrini biliblər və öz vəzifələrini yerinə yetiriblər. Baxmayaraq ki, həddən artıq çətindir. Xüsusilə də o cihad meydanında, xüsusilə də o dəhşətli faciənin içərisində. Xanım Zeynəb salamullah əleyha ki, İmam Hüseyin əleyhissalam döyüşə çıxmaq istəyəndə atın cilovundan tutub gətirir ki, İmam Hüseyin minəcək ata və döyüşə çıxacaq. Orada xanım deyir, öz dilində bu zümzüməni elədi, dedi, Eyyi uxtin tuqaddimi li əxihə cavadil məniyyə. Hansı bacı qardaşına ölümə aparacaq atı gətirər ki, minsun ata geçsin. Amma bu ilahi hökmdür ki, xanım Zeynəb salamullah öz vəzifəsini imamı qarşısında, Allah qarşısında olan öz vəzifəsini yerinə yetirir. Üçüncüsü səbir və dözümlülük. Çox yüksək səbir nümayiş etdiriblər. Çox yüksək bir səbir nümayiş etdiriblər. Xüsusilə də xanım Zeynəb salamullah əleyhanın ki, səbri heç bir səbirlə ölçüləcək dərəcədə deyil. Çox ağır bir məsələdir ki, bir qadın övladının da qətlə yetirdiyini görə, qardaşlarının qətlə yetirdiyini görə, xüsusilə də imamı, ən əziz qardaşını tikə-tikə doğrandığını müşahidə eləyə. Amma bütün bu faciə, bütün bu dəhşətin, acının içərisində sarsılmaya, dik duruş nümayiş etdirə bilər. Bu elə bir faciədir ki, bunun qarşısında kişilər sınar. Amma xanım Zeynəb salamullah əleyha gör nə cür böyük bir ruhiyyə malikdir ki, bütün bu faciənin qarşısında sarsılmadı, gəldi İmam Hüseyin əleyhissalamın mübarək bədənini yerdən götürüb səmaya doğru qaldırıb dedi, Allahumma təqabbel minnə həzəl qurban. İlahi, bu qurbanı bizdən qəbul eylə ki,